Salam, xoş gördük hamınızı. Bugün kətə eləmək istədik, çünki dünən doğu eləmişdik. Onun göyərtisindən qalmışdı. Spanaqla, kişnişidi qalmışdı. Əslində biz kətəni başqa göyərtilərdən eləyirik. Sadəcə bu qalmışdı deyə uşaqlar da kətəni sevirlər. Ona görə elə dedik, kətə eləyək uşaqlar üçün, həm də evdədirlər, məktəbə getmirlər. Mən də həmişə olduğu kimi özümə göyərtidən götürdüm. Çünki mən soğanlı kətə yeyə bilmirəm. Elə uşaqlıqdan elə yeməmişəm deyə elə də öyrəşmişəm. Ona görə özümə götürdüm. Həm də mən pendir qatmağı sevirəm. Yaxşı şor olanda şor da qatmağı sevirəm. Amma ən çox pendir qatıram həmişə. Amma evdə belə yemirlər deyə ancaq soğan qatırlar. Ona görə mən özümə həmişə göyərti götürürəm. İçinə pendir qatıram. Elə xoşlayıram mən kətəni yeməyi. Özümə kətə göyərtisi. Elə. Sonra da uşaqlara pankek eləmək istədim. Özləri istədilər, dedilər mama bizə pankek elə. Çünki üstünüzə sağlıq, biraz narahatdılar. Saradır, Məlikədir, narahatdılar bu evdə olan günlərdə. Ona görə dedim, nəsə eləyim ki, Sara əsasən yeməyi elə də yaxşı yemir. Ona görə o istədiyi yeməklər istəyirəm eləyim. İstədim pankek eləyim, amma baxdım ki, evdə yumurta yoxdur. Yenə də dedim, heç nə olmaz, qoy yumurtasız eləyim. Çünki pankeki çox sevir. Dedim, görüm necə alınır. İnşallah ki, yaxşı alınar. Qatıqla südü qatdım bir yerdə. Qatıq qaymağı idi, eləcə qatıq deyil idi, qaymağı idi deyə dedim inşallah ki, yaxşı çıxar. Biraz yağ qatdım. Bir də incir mürəbbəsinin şirəsi var idi, onu qatdım. Belə və soda, yağ qatdım, qarışdırdım, unla birlikdə bişirdim. Çox da gözəl pankeklər alındı. Uşaqlar dedilər ki, mama heç yumurtayla bişirəndə belə qəşəng alınmırdı. Elə mən də özüm fikirləşmişəm ki, artıq bundan sonra yumurtasız bişirim pankekləri. Çünki doğrudan da çox gözəl, çox dadlı alındılar. Bilmirəm, mürəbbə şirəsi qatdım deyə belə oldu, yoxsa nəyə görə. Amma çox dadlı pankeklər alındı. Əslində, mən belə bir dəfə də belə keks eləmişəm. Uşaqlar keks istəyirdi. Baxdım ki, evdə yumurta yoxdur. Keksi yumurtasız elədim. Amma o da qəşəng alındı. Ona görə düşündüm ki, inşallah pankek də yaxşı alınar. Xəmiri hazırladım. Qoydum biraz qalsın. Xəmir, həmişə mən nəsə bişirəndə xəmiri hazırlayandan sonra qoyuram, biraz qalır. Xəmir özünə gəlir. Ondan sonra bişirirəm. Kəkotulu çay da dəmlədim. Çünki qaynanam deyir, uşaqlar xəstə olanda kəkotulu çay xeyirdir, ondan dəmlə. Ona görə kəkotulu çay dəmlədim ki, elə pankeklə birlikdə içsinlər, xeyir olsun onlara. İndi baxıram videoda, çəkəndən sonra, videonu düzəldəndən sonra baxıram ki, bizim bu piraşki qazanımız videoda düşüb. İndi bilirəm ki, çoxu yazacaq ki, bu nə qazandı. Amma bu yəqin ki, çoxumuzun evində var. Bu piraşki qazanı deyirik buna. Həmişə piraşkini biz bu qazanda bişiririk. Sadəcə piraşkini yeni bişirmişdik, çəkmişdim deyə onun videosunu çəkmədim. Bu qazanda biz həmişə piraşki bişiririk. Çünki piraşki bişirəndə qazan çox yağ olur, yanır. Ona görə adətən bu qazanı işlədirik həmişə.
Pankeklər də bu birinci qoyduğum pankeklərdir deyə, onlar bilmirəm mürəbbə şirəsinə görədir, nədir. Birinci yapışdılar, yaxşı çevirə bilmirdim. Amma ondan sonrakılar çox yaxşı çevrildi, yaxşı da oldu. Bu da artıq pankeklər bişibdi. Dedim sizin üçün də çəkim göstərim ki, necə gözəl alınır yumurtasız pankeklər. Sadəcə qatıq, yağ, biraz süd qatmışam. Mürəbbə şirəsidir. İçi də görürsünüz necə yaxşı bişir, xəmir qalmır. Yəni kimsə əgər eləmək istəsə, yumurtası olmasa ürəklə bişirə bilərsiniz. Balkona gəlmişəm. Bugün bütün gün eləcə səhər durandan istəmişəm balkonu silim, alınmadı. Gəldim, balkonda yarpaqlar var. Ucu qaranlıqdır deyə görsənmirlər. Belə yarpaqlar var. Gətirdim onları torbaya, heç olmasa yığım götürüm ki, sabahda ucu balkonu eləcə silim də, yarpaqlar ucu olmasınlar. Balkonda hava küləkli olmuşdu. 1-2 gün bundan qabaq gətiribdik yarpaqları. Mən də elə hər gün deyirəm ki, buranı təmizləyim. Sadəcə uşaqlar evdədirlər deyə ucu bugün 3 gün yox. Hətta bugün 3 gündə artıq evdədirlər. Ona görə uşaqlar evdə olanda mən demək olar heç nə eləyə bilmirəm. Sara da vapşi, yenə böyüklər sözümü eşidirlər, bir otururlar sakit. Sara həm də narahatdır, üstünüzə sağlıq. Ona görə lap qoymur məni nəsə eləməyə, iş görməyə. Balkona da vapşi çıxa bilmirəm. Sırası gəlir dalımca. Burada tozlu deyə heç istəmirəm o. Gəlsin, balkona çıxsın. Əlini ora-bura vurur, tozdu. Hava da neçə gündə elə gözəldir. Məncə hər yerdə yəqin ki belədir. Çünki heç görməmişəm ki kimsə desin ki hardasa yağış yağır, nə. Bakıda bir neçə gün bundan qabaq yağırdı, görmüşdüm, hamı paylaşırdı. Amma belə hava şükür yaxşıdır. Əzan da ucu verilir, namazın vaxtıdır. Bəlkə də səsi gəlmir, amma yayda əsasən bizə çox səsi gəlir əzanın. Qışda elə də gəlmir, bilmirəm nə ilə əlaqədardır bu. Heç nə, indi bu yarpaqların hamısını yığım, sabah da inşallah silərəm. Görün, bəlkə çəkərəm sizin üçün. Onsuz da elə hər dəfə siləndə çəkirəm deyə, yorucu olmasın deyə çox şeyi çəkmirəm də, işlərimin çoxunu. Elə nəsə təzə bir şey eləyəndə çəkirəm ki, sizin üçün də maraqlı olsun da baxmağa. Yoxsa hər dəfə eyni şeyi mən çəksəm ki, evləri silirəm, yaxaran, məsəl üçün pəncərəni sildim, evləri sildim, belə maraqlı olmaz. Bir də mətbəx mebelini təmizləyəsiyəm, onu istəyirəm təmizliyində sizin üçün çəkim. İnşallah. Ətirşahı istəyirəm biraz kəsim. Görürsünüz, buraları belə qalıbdı. Amma mən görürdüm o vaxtı nənəmdə. Hə can. Hə, yaxşı, sağ ol, sağ ol. Belə deyil idi də. Bu çox elə bir ki quruyubdu. Baxın, bax belə. Heç sevmirəm belə olanda. İstəyirəm ki, böyürlərdən də belə olsun da, yarpaqları olsun. Bu da ancaq ki elə yuxarıya belə verir. Ona görə istəyirəm başından kəsim. Əslində istəmirdim kəsəm, elə belə bağlamışdım. Keçən dəfə vlogda da göstərdim. İplə bağlamışam ki, dursun belə. Amma ki, indi istəyirəm kəsim biraz başından.
belə alındı, belə oldu. Məncə pis deyil. Əsas odur ki, eləcə başa belə verməyəcək də, hündür olmayacaq. Qıraqlara da versin istəyirəm. Ona görə belə elədim. İndi dibindəkiləri də yığacam, yarpaqları təmiz olsun dibi də. Bu qədər kəsdim. Xeyli kəsdim, çox kəsdim əslində. Amma neyniyim? Bunlar hamısı yuxarıdaydı. İndi banka getmişəm, istəyirəm ki, yaxşı bir budağını seçim. Bax, bu pisdir, bunu istəmirəm məsələn. Burada yaxşı bir budaq var idi. İstəyirəm onu qoyum suya, kök versin. Bir dənə də əkim ətirşah. Bir dənə də əkim ki, deyirəm birdən bu yaxşı olmaz. Başını çox kəsdim. Buralarından bəlkə də cücərər. Deyirəm, eləyim bir dənə də əkim ki, ona nəsə olsa bu ətirşaha, bu təzə qalsın. İndi seçim görüm hansıdır, yadımdan çıxdı hansı idi. Hansını mən eləmişdim. Hə, məncə bu idi. Bu biraz yekədir, həm də belə. İstəyirəm bunu qoyum suya, bankaya su alım. Bankaya su alım, qoyum, kök versin, əkim bunu. Bir dənə də olsun ki, birdən bunu çox budadım. Birdən bu yaxşı olmaz. Bunu da yerinə qoyaq, yerində dursun. Burada da avokadon yarpaqları tökülürlər içinə. Belə, buranı da təmizləyim uje. Belə, inşallah ki, yaxşı olur. Yaxşı, həm də evə qoymuşuq deyə isti olar. Qıraqlara da belə verər də, qıraqları da yekələr daha belə uzanmaz inşallah. Buna da aparım su alım, qoyum qalsın. İnşallah kök versin, sizə də göstərərəm əkəndə. Bugün Podvala getmişdim, Kladovkaya. Orada bu alçanı gördüm. İniş ildən qalıbdı bu. Keçən ildə qoymamışdıq, iniş ildən qalıbdı. Ürəyim istədi, gətirdim. Xoşum gəlir mənim alçadan. Sadəcə bunu görməmişdim orada. Dalda qalmışdı. Gətirdim. Amma indi dadına baxırıq ki, qıcqıran kimidir. Bilmirəm, məncə yemək olar, amma uşaqlara qoymadıq yesinlər. Qaynanam da dedi ki, yemə, deyir, mədənə ziyan olar. Birdən. Amma yəni nə suyunda, nə özündə heç bir xarablıq yoxdur. Sadəcə də dadı biraz belə qıcqırmış kimidir. O da nə bilim, mənim əslində xoşum gəlir, istəyərəm yeyim, bilmirəm. Heyfim də gəlir tullamağa. Qəşəng alçadır. Özdə bərkdir, yumuşaq da deyil. Belə çərtif qoymuşuq ki, tamam içinə keçsin duz. Çox dadlıdır, sadəcə nə bilim, nəsə qıcqıran kimidir. Bilmirəm indi, bunu tulluyum, yoxsa saxlayayım, hələ ki qalmış. Elə bir-iki dənə üstündən yedim, qalanını qoymuşam, xaladenikdə qalıbdı. İndi dedim sizə də göstərim ki, görün bəlkə hamı da belə alça, belə qıcqıran kimi dadır, bəlkə turşuda, şoraba qoyanda.